Salam dostlar, kanalıma xoş gəlmisiniz. Farming Simulator 23-də də qaldığımız yerdən davam edirik. Deməli dostlar, biz axırıncı dəfə qalmışdıq yağ istehsalatında ki, hələ də yağ istehsalatına davam edirik. Çünki yağ istehsalatında qəşəng puldur. İndi hal-hazırda qar yağdığı üçün əkin biçin edə bilmərik. Yəni qar yağdıqca, əkin biçin elədikcə bizim elə bil ki, məhsuldarlığımız azalır. Ona görə də hal-hazırda bir dənə kanolanı boşaldıq bura. Bir də bu qar dayansın dostlar. Bizim burada nəyimiz var? Yəni çox da elə bir kanolamız yoxdur. Neysə, bu burada istehsal olunsun. Qar da dayansın. Neysə dostlar, kanolamız azdır. Bir dənə qar dayansın. Bizim burada hazır olan kanolalarımız olmalıdır. Onları da biçək. Onları da gətirək qoyaq bura. Biz burada əkdikmi nəsə? Məncə biz burada heç nə əkmədik. Yoxsa yox, əkməmişik. O birisi sahəmizdə nətər idi? Yine o bir sahəmizə baxaq. Qarın dayanmaq fikri var mı görəsən? Amma qış aylarında yağmağı da normaldır. Buranın yarısından çox əkilib. Biraz qalıb bura. Buranı da həll edəndən sonra bütün bu kanalların hamısını aparırıq zavoda. Ona görə hələlik qarın dayanmağını gözləməliyik ki, qar dayandı. İndi keçək tez bunlardan qalan işlərimizi görək. Sən gəl işinə davam elə. Bir də gözləyin. Sən hələlik işinə davam elə. Şimdi sənin işin az qalıb. Sən getdin. Kombayn da burada davam eləsin. Bundan böyüməyinə nə qədər qalıb? Az qalmalıdır məncə. Az qalıb. Bunu da aşağıdan başladım. Bu traktor burada olduğuna görə əkin işi davam eləyə bilməyir. Bunu çəkək bir qırağa. Bizim yumurtaların vəziyyəti nə yerdədir, ona da baxmaq lazımdır. Məncə xeyli yumurta yığıldı ora. Bizim texnika cəhətdən dostlar problemimiz yoxdur. Bizim texnikalarımızın hamısı yerindədir. Bizə başqa yağlar istehsal eləmək üçün torpaqlar lazımdır. Çünki səhv bilmirəmsə biz bura əkə bilmirik də bu günə baxan. O yağların qiymətləri məncə daha baha olar. Zeytin yağının qiyməti lap bahadır. Biz başqa zavodlar da ala bilərik. Amma hələ ki tezdir. Hələ ki çox tezdir. Bu bununla davam eləsin. Yumurtalarımızın vəziyyəti var. Toyuqların yem vəziyyətinə yerdədir. Boşdur. Boşdur. Biz birdən onu doldurarıq. Amma birinci bunu verək bir işə. Burada boş sahəmiz var. Biz toxumları buradan mı alırdıq? Toxum və gübrəyi.
Gübre aldıq. Toxum da aldıq. Əkə bilmirik də. Bizə çox güman ki, günəbaxan əkmək üçün ya başqa texnika lazımdır. Nəysə, o sonranışdır. Baxarıq, o vəziyyətinə baxarıq. Burada başladı işə. Biz birdən toyuqların yemlərini dolduruq. Biz vaxtilə yaxşı arpa zapaz elədik burada. Çünki toyuqlar üçün lazım olur. Hamısını eləməsən də olar. Toyuqlarımızın yemini də dolduraq. Onlar da yumurta verməyə davam eləsinlər. Biz fermada ala bilərik. Amma bir dənə sahələri hamısını əkək bitirək. Bir dənə pulumuzu toparlayaq. Ondan sonra yavaş-yavaş bir dənə yataq qalxaq. Bu vaxt biraz tez geçsin, gecə olmasın. Biz xəritədən baxa bilirdikmi qiymətlərinə, ərazilərin? Baxa bilirik. Bahadır. Sahələr hamısı çox bahadır. Nəysə, hələ ki tezdir. Bir də hansı bitirdi işini? Kombayn bitirmiş olardı yəqin ki. Yumumuzda kanallar olub. Bu kombayn da götürək. Sonra onu yenə verək işə. Hansı tərəfdədir bunu? Boşa, sol. Hadi bir dənə bu kombaynı verək bir dənə işə. Bəli, bu da o işini davam eləsin. Biz aparaq bunu qoyaq zavoda, buradakı kanolanı.
Bizim burada yağlarımız var. Biz bu yağları götürək sataq. Bizim burada nə qədər kanala oldu? Biraz olmalıdır. Yəni idarə eləyər hələlik. 1507 litr. Nəysə biz bu yağları götürək hələlik. Sonra gedək fermanın özünə yumurtamızı da götürək. Aparaq sataq hələlik. Necə onu yaxşı qoymadıq, inşallah yolda düşməz. Yox, düşməz. Gözlə. Burada vəziyyətinə yedəli, iş qaydasında gedir. İnşallah bu ortanı götürmək yadından çıxmaz. Elə market yaxınımızdadır. Verəcəm marketə, hələlik qiymətə baxmıram. Evet, bu yumurtaların çıxmağına nəsə maneçilik olar. Əslində biz bu qədər atraksiyona giririk. Yəni yağla burada ək, biç, apar zavoda ver. Oradan yağ istehsalatını gözlə, gətirsən. Biz birbaşa elə yem işinə girsəydik, bəlkə də daha tez pul qazanardıq. Düzdür, bu yağ kuruklu pul verir. Satırsan qəşəng pul gəlir. Amma biraz əziyyəti çoxdur. Nə bilim, hələlik birdən belə yola verək, biraz pulumuz artsın. Biz bu inek fermasını ala bilirik mi? Daha doğrusu nə qədər pul lazımdır. Ona görə pul yığaq. Birinci məqsədim buranı almaqdır. Bu fermanı almaqdır. $254.000 baha deyək. Amma buradan da qəşəngdir də, buradan da xeyli məhsul çıxır satış üçün. Neyse, biz gedək birdən yataq qalxaq. Gündüz olsun.
Çalışmanı bitirən yəqin ki kombayn olar. Çünki onun işi az idi. Biz yenə ondan boşalan nə var? Gedək götürək. Orta xətti biçməyib. Bir dəqiqə. Biz bu orta xətti biçək bunun yerinə. Yoxsa biçəndə. Burada nə var, nə yox boşaldaq. Bunu da verdiyi işə gedək kanolanı boşaldaq olsa burada. Nə qədər çox yağı tez-tez istehsal edib sata bilsək, o qədər də qəşəng pul qazanırıq. Oranı, yəni konkretini boş buraxmamaq lazımdır zavodu. Bir dənə də olsa, iki dənə də olsa, nə palet çıxarda bilir çıxartsın. Boş durmasın orada. Boşaltdıq. Burada hələ ki istehsalat getsin. Neçə dənə var? Bir dənə. Çöldə bir palet mal var elə. Böyle dolsun. Çünki bu kombayn işini tez bitirəcək burada. Boya da orada işini bitirsin. Bunun işini nə qədər qalır? Ha, bu da işini bitirdi. Onda gəl biz sən verək. Bura. Əkilib, hər yer əkilib. Dayanmaq yoxdur. Başladı. Məncə kombayn işini bitirməlidir. İş gedir. Kombayn işini bitirsin, oradan qalanı doldurar. Önce axırıncısı olmalıdır məncə.
Daha yenə qıraqda 2 dənə, 3 dənə var. Bitirir. İşini bitirir. Gəl, səndə nə var, nə yox? Boşald ora. Azmış. Çox azmış. Sən çəkim qıraqda saxlayıb, sən ona bir dəymiş açıq ediyorsun. Çox azıymış. Daha çox lazımdır. Hər nə yenə boş saxlamayaq zavodu. Zavoddan çıxan malları heç biz aparmamışda sata bilirik əslində. Amma elə sərf eləmir. Elə ucuz gedir. Bir dəfə yoxladım. Hələ ki bir palet malımız var. $2772. 744 litrdə kanolamız var. Bunlar nə zavodlarıydı? Şəkər dəyirməni də, amma bizim bunu tədarik eləməyə malımız yoxdur. Bura bunu əslində eləyə bilərik. Nəysə. Biz buradan hələ ki mal götürməyək. Hələ ki mal götürmək qalsın. Gedək yataq qalxaq yenə. Nəyimiz qaldı? Bunlar sabaha yəqin ki hazır olar. Burada yumurtamız var. Amma hələ toparlansın. Hər şey toparlansın, sonra bir dənə gedib axırda kanolamla. Bura hazır. Bizim kombaynımız haradadır. Tez ora çatdıraq. Bu işə başlasın, dayanmasın. Bu yerin birazında bu 2 dənə qalmış.
Keçək. Sən indi başla buranı tam axıra qədər get. Bura deyəsən böyüklə hazırdır. Bura bütöv hazırdır. Daha yox. 2 xətt qalıb. Da hazır olar. Bizim əkin hələ davam edir. Burada davam edir. Biz onda gedək yağ zavoduna, direktorlardan nə çıxır. Onu götürək, sonra belə yumurtan götürək. Nəyimiz var? 2 paletlər var. Ay gözlüm. Bir dənə bundan səliqəli çar ata bilməkdir. Yola bir dənə də yumurtamız olmalı. Bir dənə yumurtanı da götürək. Bu səliqəli getdi. Başqa yox da. Yox. Gedək yumurtanı da götürək. Zavodun istehsalını necə sürətləndirə bilərik? Bəs elə bir şey var mı? Məncə yox. Ama bu da şey yarılıyorduk. Qiymətlərə çox belə baxmağa ehtiyac yoxdur. Çox cüzi fərq edir. Yəni dəymir robotlar yol, get, gəl. Hazır burada yaxınımızda vardı. Nereye bunlar satar? Yaxşı ki markette yaxınları. Uzaqda olsa bile şimdi bekliyorum. Hamısı getdi mi? Getdi. 10. Qəşəng. 2 palet yağ ve yumurta 10'dan olabilir. Bir dənə yatıb qalsaq bu sahənin qalanında təmin hazır olar. Yumurta yenə var. Onda para onda sataq. Yoxsa qalsın, bu qalsın. Onu yağda çıxıb yəqin ki. Yağda götürərik. Elə mən yatım qalxım.
Toyuq ala bilirikmi? Yox. Çünki varımızdır. Bəlkə toyuqları təzələyib bundan nəsə. Amma sağlıqları da %100'dür də. Canları da %100'dür, ehtiyac yox. Hər yerdən nəsə bir tələb var. Amma bizim o qədər gücümüz yoxdur yəni. Hələ ki hər yerin tələbini ödəyə bilmərik. Biz birdən gedək görək. Yağımız varmı orada? Bakək, bura bütöv hazırdır. Bura bütöv hazırdır. Burada əkilidir. Bitir, ucu. Bir palet malı hazırdır. Bizim burada ehtiyatımız qaldı mı bəs? İçəridə kanala varmı? Yoxdur. Ama biz axırıncını götürək. Orada sahə demək olar ki, bitir. O sahə bitsin, gətirək verək hamısını bura. Baxın, xeyli idarə ediyor bizi. Teknik ekranı götür. Buranın nə? Buranın da axır xətti qalır. Öbürsü zonadan hələ ki hazır olan yox. Yumurtalarımız maşallah olsun. Əməli başı toz. Bunu da götürək. Bəzən yavaş-yavaş yumurta verəcək. Yine var mı? Yok. Yine var. Bizim maşına minene kadar bir paletiyle mal çıkarıldı. Yok. Daha yok. Yok. Yine. Neyse yok olsun.
Kamçı getdi mi? Getdi. Ziyəndə də o işini bitirdi. Bundan lazımları yığaq. İlk növbədə qalan zavodu dolduraq. Gələ sonra burada işlərimiz var. Burada da işlərimiz var. Qəşəng bir xeyli çıxdı. Bizim əkinçinin işi bitir. Əla, bura davam eləsin. Bu xeyli bəs eləyər. Ən azından o birisi sahələr çatana qədər bəs eləyər. Elə yaxşı gəldi. Birdən bu əkinçini verək. Orada iş baş eləsin. Boş dayanmaqdır. Çalışdığımız qədər sürət hərəkət eləməli. Buradan başlayalım. Bir dənə kombayını buradan çəkək. Birazdan olasının işinə maniyyət elədik. Videomuzu burada sonlandıraq. Növbəti videolarda görüşənədək sağ olun.